Qurani-Kərimi. Və ayələrdən birinə toxunmaq istəyərdim ki, Quranın elmi qabaqlaması. Misal üçün, Allah Quran-Kərimi buyurur ki, فَإِذَنْ شَقَّتِ السَّمَا فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ Qiyamət günü göy yarılıb boya kimi qızıl gül olduğu zaman. Boya kimi qızıl gül olduğu zaman. Uca Allah bu mübarək ayədə bildirir ki, qiyamət saatına işarə edir ki, o gün səma qızıl gülə bənzəyəcək. Baxsaq təfsir alimləri qızıl gül sözündən çox qırmızı söz işlədirlər. Çünki həqiqətən onlar qəribə gəlir ki, səma nədir, qızıl gül nədir? Qızıl gül qırmızıya çalır, qırmızı deyirlər, qırmızı rəngi olduğu zaman deyirlər. Halbuki elm yeni kəşf edir ki, həqiqətən də səmada ulduzlar, insan kimi hətta göstərirlər ki, insan kimi ulduzlar da doğulur, yaşayır və ölür, hətta ölür deyirlər. Və ulduzlar səmada ölən zaman, məhv olan zaman böyük nəhəng bir qırmızıya oxşayırlar, sonra da qızıl gülə bənzəyirlər. Hətta tək uzaqla Quran-Kərimdə səma qızıl gülə bənzəyir demir, ulduz demir. Niyə? Elm kəşf edir, sübut edir ki, deməli ulduz partlayan zaman sonu çatanda nəhəng olur, partlayır. Həm özü, həm də ətrafında olan bütün səmanı, ulduzları və dumanları, orada duman və s. var, orada qalakta, orada olanları hamısını qızıl gülə oxşadır. Qızıl gülə oxşadır və həqiqətən də bunu NASA kəşf eləyib. Dünyanın bütün astronomik saytları, mərkəzləri hamısı kəşf eləyib ki, həqiqətən də səmada ulduzlar həyatını başa vuranda neçə milyon ildən sonra və s. Səmada partlayan zaman qızıl gülə bənzəyir, tək özü yox, ətrafına yəni çilənir və qızdırır deyə ətrafında olanları, onları qızıl gülə bənzədir. Və ayədə kəddihən boya kimi deyir, boya. Qızıl gül, boya kimi qızıl gül və həm boyaya bənzər görürük, həm də qızıl gülə bənzər görürük. Sözsüz ki, bu ayə qiyamətə aiddir. Amma ki, günümüzdə, qiyamətdə bilirik ki, bütün insanlar hamısı öləcəklər. Amma günümüzdə də insanlar tək-tək ölürlər. Həmçinin düzdür, bu ayə qiyaməti bildirir ki, qiyamət günü səma yarılan zaman boya kimi qızıl gülə bənzəyəcək qiyamət günü. Amma elm də deyir ki, bu gün də ulduzlar tək-tək ölürlər. İnsanlar kimi ulduzlar tək-tək ölür və hər öləndə də, hər məhv olanda qızıl gülə bənzəyir. Amma ayə deyir ki, qiyamət günü isə bütün ulduzlar hamısı məhv olanda bütün səma hamısı boyaya bənzər qızıl gülə oxşayacaqdır. Və bunu dediyim kimi bütün elmi saytlar hamısı sübut eləyir. Bu günümüzə qədər kəşf ediliblər ki, sözsüz ki, bu 20-ci əsrin sonlarında kəşf edilmişdir və həqiqətən görürlər ki, doğrudan da bu səmada ulduzlar məhv olanda qızıl gül mənzərəsi yaradır səmada. Sən elm və texnika inkişaf etdikcə Quranın hikmətləri, mənaları, sirləri də açılmağa başlayır, eləmi? Yəni və inkişaf etməyə davam etdiyi müddətcə də daha belə görünür ki, çox sirlər, çox bilmədiyimiz Qurandakı mesajlar və mənalar ortalığa çıxmış olacaq. Bəli, həqiqətən də elədir və elm bunu baxır ki, Quran çoxdan deyib, amma elm bunu yeni kəşf edir. Hələ gələcəkdə də, sözsüz qiyamətə qədər də davam edən bir möcüzəvi kitabdır ki, yenə də kəşf olunacaqdır. Digər bir mövzu